Rabbimizin vədidir Qur'an-ı Kərimdə. Peyğəmbərimiz buyurub və Peyğəmbərimiz sallallahu ən çox istiğfar diləyənlərdən idi. Salihlərdən birisi ləzimtül istiğfar. Yəni istiğfara davamlı olun. Təqribən gün ərzində 10.000 dəfədən çox edərdim. Amma mənasını dərk edərək. Həqiqətən deyir, acayib, çox, yəni dəhşətli bir zikirdir. Allah Teala mənə deyir, torpaq qismət elədi. Subhanallah. Torpağım yox, evim yox. Sonra o torpağı tikmək üçün mal mülküm yox. İstiğfara davamlı olduğum, səbəblərə sarıldım. Allah həmd olsun, bir müddət sonra Allah Teala mənə mal qismət elədi. Evimi tikdim, evləndim, hələ evladım da var. Görün, torpaq, evlənməsi, ev tikməsi, hələ ucağa atan evlad bəxş etməsi, ardıcıl gəlir nemətlə. Bir il içərisində hamısını Allah Teala elədi, mənə bəxş elədi. Nəyə görə? İstiğfar zikrini dilimdən düşürmədim. Mənasını dərk edərək. Yəni, əstəğfirullah nə deməkdir? Allahım, mənim günahlarım bağışla. Yəni, mən acizəm. Bu zikri həm dillə demək, həm qəlblə bunun mənasını dərk etmək, hiss etmək. Həqiqətən də bu zikir möcüzədir. Yəni, insanlar bunu səmimi qəlbdən ediblər. Allah onların eyni bütün xeyir qapılarını açır. Sən o edəndə Allah sənin dərəcəni artırır, xeyir qapılarını açırır. Bol-bol nemətlər verir, bərəkətini artırır, sağlamlıq, hər bir şey, ailə xoşbəxtliyi. İstiğfar zikri.